Hə dostlar, gəlin aşaq zəhmət olmasa Rəbbin kəlamını, müqəddəs yazını. Gəlin əvvəlcə başlanğıcı 1-ci fəsli açaq. Ya da ki, Yaradılış kitabı 1-ci fəsil 31-ci ayənin 1-ci hissəsinə baxaq. Tanrı gördü ki, yaratdığı hər şey çox yaxşıdır. Bir də gəlin açaq Vəhiy kitabı 4-cü fəsil. On birinci ayə. Ey bizim Rəbbimiz və Tanrımız, sən izzət, şərəf və qüdrət almağa layiqsən. Çünki hər şey sən yarattın. Hər şey sənin iradənlə var olub yarandı. Amin. Amin. Dostlar, bu həyatda bütün şeylər və yaradılışlar ki, bu həyatda var, onları təsəvvür etmək olmur ki, necə də gözəldirlər. Bunların hamısını Tanrı gözəl bir şəkildə yaratdı və bollu şəkildə bərəkətlədi. Çünki, bəli, bu həyatda çoxlu axar sular, təbii bitkilər, dağlar, yaşıllıq, göllər, canlı heyvanlar, quşlar, bunların hamısını Tanrı yaratdı. Bunların hamısını Tanrı insanlar üçün yaratdı. Və Tanrı insanları üçün yaxşı bir şərait yaratdı ki, insan yaşaya bilsin və həyat olsun. Amma indi bu həyatda insanlar buna çox vaxt fikir vermirlər. Və insanlara hər dəfə nəsə çatmır. Niyə? Çünki günah və cisim meydana gəldi. Və bu, təbii ki, insan bir dəfə günah işlətdi və günah da dünyaya girdi. Və söhbət və o insanlar başladılar o boyda və hündür binalı şəhərlər tikməyə. Və söhbət təbii ki, ondan getmir ki, şəhər pisdir. Əksinə, elə məqamlar və şey var ki, harada şəhər elə bil ki, normaldır. Yəni, şəhər də hansısa müəyyən məqamlarda normal hesab olunur. Amma insanlar niyə görə o boyda şəhərlər tikirlər, hündür binalarla və s. Çünki onlara bunun əsas səbəbi bunun əsas səbəbi ondan ibarətdir ki, insanlara şan şöhrət, varlıq, əyləncələr və məşhurluq çatmır. İnsanlar çox vaxt özünü hamıya göstərməyə çalışırlar. Amma onlar başa düşmürlər ki, şəhəri nə qədər istəyirlər tiksinlər, bəzəsinlər, abadlaşdırsınlar. Bununla heç nə daha yaxşı şəkildə inkişaf olmayacaq. Əksinə, nə qədər də çox, nə qədər də böyük şəhər tiksən də, nə qədər də çoxlu iri binalar tikməsən də, çoxlu təlaşlar, bərbadlıq, bəlalar, sıxışdırmalar, çətinliklər və çoxlu məsuliyyətlər ortalığa çıxır, baş verir və bunun sayı daha da çox artır. Söhbət elə ondan getmir ki, insanların ürəkləri daha da çox başlayır kütləşməyə, daş kimi olmağa və soyuq olmağa baş verir. Daha da soyuq olur. Və üstəlik, günah, şər və əxlaqsızlıq elə bil ki, daha da çox artır. Ona görə də, dostlar, bu həyatda başa düşmək və anlamaq lazımdır ki, hər şey nəyi Tanrı yaradıb gözəldir. Və bu həyatda o şeyləri nəyi Tanrı yaradır, heç bir insan bunu bacarmaz. Amma Tanrı bunu öz mərhəməti ilə insan üçün etdi.
və öz yaratdıqlarını elə sevdi ki, o özünü onlara görə, bütün insanlara görə və bizə görə də özünü qurbana verdi. Ona görə də biz Tanrıya şükür eləməliyik və Tanrını izzətləndirməliyik. Biz Tanrının yaratdığı şeylərdən ləzzət almalıyıq və zövq almalıyıq. Və bu bizim üçün təntənə olmalıdır. Bayram olmalıdır və bu bizim üçün təntənəli şəkildə olmalıdır. Amma bu dünyavi etirazlar ki var, bu isə heç kimə lazım deyil və bunlar hamısı bir gün keçib gedəcək. Ona görə də bizim üçün çox vacibdir ki, biz yenə də Tanrının sözü ilə və Tanrının ruhu ilə dolu olmaqda davam eləyək. Çünki o bütün şeylər ki, hansı daha doğrusu bütün şeylər nəyi Tanrı yaratdı, o bunların hamısını öz sözü ilə elədi. Tanrı hər şeyi öz sözü ilə yaratdı. Və bunlar hamısı gözəldir. Və niyə görə Tanrının ruhu ilə də dolu olmaq vacibdir? Çünki Tanrının ruhu sularda gəzirdi. Ona görə əgər biz bunda davam etsək, Tanrının ruhu ilə və Tanrının sözü ilə dolu olmaqda davam eləsək, hər gün, onda bizim həyatımızda hər şey yaxşı olacaq. Şükür. Amin.